Tarixi əhəmiyyəti malik ərbabın iş yeri və mədrəsə binasında təmir bərpa işləri görülür. Hazırda ərbabın iş yeri və ona bitişik tarixi binada təmir bərpa işləri aparılır. Bu bina şəhərin memarlıq irsini əks etdirən qiymətli abidələrdəndir. Aparılan işlər mövcud tarixi quruluşun qorunması, zədələnmiş hissələrin möhkəmləndirilməsi və ilkin memarlıq üslubunun saxlanılması məqsədini daşıyır. Yəni burada əsas məqsəd abidənin tarixi simasını qorumaq və onu gələcək nəsillərə sağlam şəkildə çatdırmaqdır. Binaların divarları, dam örtüyü və daxili hissələri yenilənir, müasir tələblərə uyğun şəkildə yenidən qurulur. Həsən Məmmədov, Rəşad Hüseynov, NTV Xəbər.